Konstitusiya və suverenlik ili çərçivəsində Qərbi Azərbaycana qayıdışın hüquqi və konstitusional əsasları, milli və beynəlxalq normalar kontekstində mövzusunda Naxçıvan Dövlət Universitetində konferans keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də ötən ilin dekabrın 25-də Aktau yaxınlığında baş vermiş Azərbaycan hava yollarına məxsus təyyarə qəzası zamanı həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutdan yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Naxçıvan Dövlət Universitetinin rektoru, Qərbi Azərbaycan icmasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəliyinin rəhbəri Elbrus İsayev bildirib ki, Qərbi Azərbaycana qayıdış məsələsi Azərbaycan dövlətinin prinsipial mövqeyinə əsaslanan hüquqi və tarixi ədalət tələbidir. O qeyd edib ki, bu istiqamətdə konstitusion əsaslar və beynəlxalq hüquq normaları aydın şəkildə mövcuddur. Rektor belə elmi müzakirələrin gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Ombudsman Günay Rzayeva qeyd edib ki, Qərbi Azərbaycanlıların pozulmuş hüquqları beynəlxalq hüququn əsas prinsipləri ilə təsbit olunub. Ombudsman bildirib ki, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı insan hüquqları və ədalətin bərpası baxımından zəruridir. Bu prosesdə beynəlxalq təşkilatların məsuliyyətinin də xüsusi önəm daşıdığı diqqətə çatdırılıb. Sonra Qərbi Azərbaycanlıların hüquqlarına həsr olunan videoşərh nümayiş olunub. Birinci mərhələ 1905-1920-ci illəri əhatə edən dövrdə milli zəmində baş vermiş qanlı hadisələr nəticəsində Qərbi Azərbaycanda mövcud olmuş minə yaxın azərbaycanlı kimliyi tamamilə məhv edilmiş və silmişdir. Tədbir öz işini Ombudsman aparatının əməkdaşı Nurayna Kərimovanın moderatorluğu ilə panel müzakirələrlə davam etdirib. Konferansda Ombudsman aparatı, məhkəmə və prokurorluq orqanlarının, mərkəzi və yerli icra hakimiyyəti qurumlarının nümayəndələri, Qərbi Azərbaycanlılar, universitetin professor müəllim heyəti və tələbələri, eləcə də qeyri-hökumət təşkilatlarının və media qurumlarının təmsilçiləri iştirak ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Həqiqətən də belə konferansların, simpoziumların çox böyük əhəmiyyəti vardır. Əhəmiyyət ondan ibarətdir ki, müasir gənclik Qərbi Azərbaycanlıların əbədi, əzəli yer-yurdu olması məsələsini bir daha bilmiş oldu. Və həqiqətən də belə konferansların mütəmadi olaraq təşkil olunması, keçirilməsi müasir gəncliyə Qərbi Azərbaycanla bağlı faktları aydın şəkildə ifadə eləməyə imkan yaradır.